tədbir iştirakçıları, mən də öz növbəmdə hər birinizi Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi metodik ixtisasartırma mərkəzi adından, mərkəzin kollektivi adından salamlayıram. Bugün doğma Gəncəmizdə hər birimizə doğma olan bu məkanda sizin də iştirakınızla bizim çox dəyərli sənətkarımız Respublikanın Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş həyata keçirdirik. Nəsildən nəslə teatr bizim ən sevilən, ən rəğbət bəslənən layihələrimіздəndir. Biz bunu Bakı və Bakı ətrafı bir çox regionlarımızda həyata keçirmişik və bugün də sizin görüşünüzə dəyərli sənətkarımız gəldi. Bugünləri Azərbaycanın qədim tarixi şəhəri Gəncə şəhərində Mədəniyyət Nazirliyinin elmi metodiki mərkəzinin təşkilatçılığı ilə deməli silsilə tədbirlər keçirilir Mədəniyyət Rüzgarı adı altında və bu nəsildən nəsilə teatr layihəsini deməli bizim teatrşünasımız həm də qazimiz Dağlar Yusif aparır. Düşünürəm ki, Mədəniyyət Rüzgarı adı altında keçirilən bu tədbirlərin sayı çox olmalıdır. Mən təşəkkür edirəm bu tədbirin təşkilatçılarına və təşəkkür edirəm ki, bura qədim Gəncə şəhərinə məni dəvət ediblər, ruhumuzun şəhərinə və düşünürəm ki, bu günləri bir-birimiz üçün maraqlı olduq, kifayət qədər söhbət elədik, danışdıq. Yaşasın teatr, yaşasın Azərbaycan teatrı, eşq olsun Azərbaycan xalqına. Bildiyiniz kimi artıq bir neçə gündür Gəncədə təxminən 2000-ə yaxın insanı əhatə edən Mədəniyyət Rüzgarı əsir. Bugünkü layihəmizin də qonağı Xalq artisti Nurəddin Mehdixanlıdır. Seminarımızın adı Min üzlü, min maskalı qəhrəmanın səyahəti, belə bir aktyorluğun mahiyyətini bu cür çözən bir təxmini bir elmi, nəzəri, eyni zamanda bədii bir görüş oldu. Bu günlərin Gəncə Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi metodiki ixtisasartırma mərkəzinin Nəsildən Nəslə Teatr adlı bir layihəsi ilə gənclərlə və teatr insanları ilə və teatrdan kənarda çalışan insanlarla görüşü keçirildi. Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirildi və bu çox təqdirə layiq bir hadisəyə çevrildi eyni zamanda. Mən arzu edərdim ki, bu tip layihələrin davamı olsun, ardı olsun və bütün mərkəzin əməkdaşlarına, layihə rəhbərinə, layihənin icraçılarına teatrımızın adından dərin təşəkkürümü bildirirəm. Demək olar ki, mən bu layihədə paytaxtda baş tutan vaxtlarda iştirak eləmişəm. Bu günlərimdə bizim görüşümüzə Respublikanın Xalq artisti Nurəddin Mehdixanlı gəlmişdi. O gəncləri sevir, o gənclər üçün yollar qət edir, bizlərin görüşünə gəlir. Layihənin təşkilatçılarına, əziyyət keçən hər bir kəsə özlərimin minnətdarlığımı bildirirəm ki, biz gəncləri belə düşünürlər və bizlər üçün bu cür işlər ortaya çıxarırlar. Savadı mütaliə olmadan aktyor ola bilməz. Sən 12-ci əsr Atabəylər dövrünü haqqında bir tamaşada, bir əsərdə oynayırsansa, sən o dövrünü bilməlisən. O dövrdə ictimai-siyasi hadisələri bilməlisən, hətta bazar iqtisadiyyatını o zamanda alış-veriş qaydalarını bilməlisən, geyim tərzini bilməlisən, davranış qaydalarını bilməlisən, sən o epoxanın zamanı öyrənməlisən. Başqa cür olması mümkündür. Sən əgər doğrudan da tamaşaçı üçün maraqlı olmaq istəyirsənsə, sənət əsəri yaratmaq istəyirsənsə, sən o işin əlifbasından ali riyaziyyatına qədərini bilməlisən.